Pandemiya vaxtında bir dənə belə bir şey restoranlara bağlamışdılar. Hamı deyir ki, açın restoranları, bəstirin, açın bu restoranı. Elə bil hərənin özündən restoranı var. Hamı batır. Sən restoran, sən nəyvə xeyli? Sən onsuz yenə də restoranda qeyb xərcləyirsən də. Yəni, ailə büdcəsindən məsələn deyək ki. Bax, bu səndə nə istəkdir ki, açın o restoranları. Açdılar restoranları. Və həmən o təkliyinə dözə bilməyən adamlar yığışdılar o restoranlara. 10 nəfər burada, 10 nəfər burada oturduq. Bax, bildən, səs, küy, yenə insan özündən qaçır orada. Yəni, əslində, həmən o tək adamlardılar orada. Özünü tək hiss eləməsin deyə otururlar orada. Anı yaşayırlar. Yoxsa o... Özlərini alladırlar. Hə, bir növ o özünü allatmaqdır. Yəni, mən deyək ki, darıxıram deyə belə bir hiss var axı. Məsələn, mən darıxanda dostumla görüşmürəm. Məsələn, deyək ki, hansısa bir kimləsə görüşmürəm. Əgər o darıxma hissi mənə gəlibsə, mən onunla bir otururam. Çünki bilirəm ki, o gəlib gedir. Əbədi deyil. Narahat olma. Heç ara qaçma. Səndədir, gəlib. Yaşamalısan. Sən onu yarımçıq qoyub gedəndə var ha. Yarımçıq qoyub gedəndə. O səni təqib eləyir artıq. Sən harada olursan ol, harada olursan ol. Özünü yarımçıq hiss edirsən. Çünki sən darıxmaqlı yarımçıq qoyub gəlmişsən, oturmuşsan, məsələn, deyək ki, dostlarınla. İstəyirəm şən görsənim, alınmır. Çünki içimdə hiss edilən ki, bir darıxmaq var. Və insan utanır ondan ki, mən birdən deyərəm ki, falan kəsinə. Ya da görüşəndə bulvarın qırağında gəzdirlər, deyir ki, elə darıxırdın, dedim, bizdən gəldim gəzək. Yəni, özü də hiss eləmədən darıxa bilmədiyini deyir. Əslində darıxmırdın. Darıxa bilmirdi. Bir də unutma deyilən bir şey yoxdur. Ertələmə deyilən bir şey var. Hamısı papka şəkildə beynin içərisindədir. Sadəcə olaraq Əlibəy bayaq bir cümlə dedi, hər bir mövzunun başında. Bu sənə lazımdır mı, yoxsa lazım deyil? Məsələ biraz əslində odur. Yəni, beyin hər bir şeyi onsuz da yazır. Bax, dənizdə bir insan boğulur. Gedin dənizdə boğulmuş və yaxud da ölümlə rastlaşmış istənilən insandan soruş, denən ki, nə baş verdi? Deyəcək, həyatın bir anda gözüm qabağından gəldi, keçdi, getdi. İstənilən ölümlə qarşılaşmış adamdan soruşun, bunu deyəcək. Buna səbəb bilirsən nədir? İnsan ölümlə qarşılaşanda beynin ön lobu, loru dildə deyirəm, arxa lobuna fırlanır, deyir ki, mən bu hadisəni bilmirəm. Neyiniyim? Beyin fırlanır arxaya, ta ki ana bətnindən 4-cü ayından etibarən bu ana qədər vərəqləməyə başlayır, papqalara baxmağa başlayır. Ki, görün buna uyğun vəziyyət harada var? Bax, ona görə də həyat gəlib insanın gözünün qabağında bir saniyədə gəlib gedib gedir. Yəni, hər bir şey papqalı şəkildə var. Mövzu bilirsən nədir? Sənə bu lazımdır mı? İnsanların ən böyük dərdi hamı Tanrı axtarır. 90% kitablarda, bir yerdə qalan 10% də, belə deyək də, xurafatda. Ay, nə bilim, getdim, lütfay. Tanrını axtarmaq ümumiyyətlə özü... Axtarmaq lazım deyil. Bir dəqiqə burada dayanıb 10 saniyə nəfəs alsaq, həqiqətən burada olsaq... Tanrıdır. Buradadır o. Tanrı buradadır, hər yerdə Tanrı. Əslində. Tanrı döngünün... Səndən də baxır, məndən də baxır. Bax, orada qəribə bir dənə mistika var ki, Tanrı gücü deyəndə. Elə bir şeydir ki, o, bu dəqiqə məndən də baxa bilir. Səndən də baxa bilir. Ondan da baxa bilir. Ondan da baxa bilir. Hamımızdan baxır və həmişə də insanın həyatı boyunca özündən danışdırmağı xoşlayır. Çünki biz nə qədər istəyək, onu bilə bilmirik. Bax, ayrıca bir dənə eksperimental eləsək ki, məsələn, deyək ki, mən gözümü yumuram, Salman. Sadəcə nəfəs alıram, heç şey yoxdur. Sadəcə varlıq var, danışıram səhər, sadəcə varlıq var və kosmik bir qaranlıq var. Görmürəm ki, mən bunu. Mən gözümü açanda o mənə göstərir. Çox qəribə bir şeydir. Gözümü yumuram, hər yer qaranlıqdır. Gözümü açıram, necə görürəm. Bizi bəzən düşündürür ki, o bizə göstərən nədir? Zaman axırına etibarən biz bir-birimizə görünsək də, əslində insanlar daxilində yaşayır, çölündə yox. Daxili dünyasında hardadılarsa, oradadılar. Fiziki harda olmaqları bəzən bir şey ifadə eləmir. Məsələn, bizim azca film setlərində olur. Bir də görsən ki, bir 50 nəfər, 60 nəfər yığışıb hərə bir pozisiyada olmalı da. Baxırsan ki, o 50-60 nəfərin içində yəni işıq olaraq hərəkət eləyən, varlığı ilə hərəkət eləyən 4-5 dənə adam olur. Qalanları sadəcə ət parçası kimi hərəkət eləyir. Yəni, qəlbi və ruhu
həqiqi enerjisi orada olmur. Çünki o qədər öz daxili dünyasına qapılır. Bəli. Qapıldığı yerdədir. Bəli. Bu fiziki dünyada bəzən ola bilər ki, balans pozulur. Bəli. Daxili dünyanda irəlilədikcə əslində insan irəlilədiyini hiss eləyir. Bir dənə baxın, ona görə dünyada fiziki görünən şeylərdən məsələn üçün ev alır, maşın alır, nə bilim bir şey olur, ayda falan qədər gəliri olur, zat yenə psixoloqa gəlir. Məsələn biz nə qədər elə adamlarla danışmışıq. Hər şeyi var. Qalinvagın içində başını qoyub ağlayır zat. Sən bundan romantikada yaşayırsan sən. Sən cəmaatın arzularına minmirsən. Bəli. Sən nədən narazısan? Bax həmən o boşluq dediyimiz. Çünki o qədər dərindir ki o. Onu sən nə qədər istəsən doldura bilməzsən. Ona görə həmişə bir şey danışıram, emosional oluram və bütün əlim, qolum, hər şeyim danışır o barədə ki, insan dekorlarla, gördüyün dekorlarla daxili dünyanı bəzəyə bilməzsən. Bax bu mövzu da bayaqki mövzuya yenə də zəncirvarı bağlanır. Birisi niyə Qalinvagen içində xoşbəxt deyil? Çünki hədəfi səhv idi. Onun hədəfi Qalinvagen deyildi. Onun hədəfi ora gəlmək deyildi. Onun hədəfi bəlkə də bilsən nə idi? Sapoğu bura kimi geyinsin, getsin rayonda heyvanatla məşğul olsun, əkin biçinlə məşğul olsun. Bəlkə də onun ürəyində... O cür tamamlanardı. Bəli, tamamlanardı, nirvanaya çatardı. Biz həyatımızı bizə niyə yaşayırıq? Nirvanaya çataq, Allaha çataq. Allaha çatana qədər, dərk edənə qədər bu döngü dönəcək. Doğulacaq, öləcək. Ona qovuşmağa qədər, qovuşana qədər. Ona görə dünya aləmində ayrılıq deyilən bir şey var ki, biz dünyaya ayrılıb gəlirik. Dünyanın özündə də ayrılırıq və o Tanrıdan ayrılıq həsrəti də bizi bu dəqiqə danışdırır. Bəli. Əslində əsl. Və adamla qadın da dünyada. Adamla qadın əslində bir-birinə baxıb Tanrını xatırlamalıdır. Bax, məsələn, o institut, o akademiya dağılıb. İnsanlara bunu aşılamırlar da. Qardaşım, üzr istəyirəm, biraz mövzudan kənara çıxırıq, amma həqiqətən qlobal bir mövzudur. Bunu elə müzakirə etmək istəyərdim. Bu, belə deyək də, insanları bölmək. Mənə görə bu həqiqətən böyük bir fəlakətdir. Qadın-kişi münasibətləri görürsən nə vəziyyətdədir. Hansı ki, qadınlar güclü deyə gedib, belə deyək də, kişilər biraz qadınlaşırlar. Yəni, bu sizə biraz qəribə gəlmirmi? Bu sizə biraz, belə deyək də, kimi gəlmirmi bu sizə biraz? Həm də verəcəyim, bütün cəmiyyətlərin kütləsi var və bütün cəmiyyətdən bizdə necə TikTokda filan insanlar həddlərini aşırlar. Bəzən insan elə bilir ki, bizim cəmiyyətimiz bunlardan ibarətdir. Sonra baxsan ki, yox, bunlar cəmiyyətin əslində 5-3%-dir. Heç o qədər belə deyil. Sadəcə çox görür cəmaat onları. Bizim cəmiyyət onlardan ibarət deyil. Biz niyə salamlaşamırdıq verilişin qabağında? Onlara görə salamlaşmaq olmur da. Biz onlara görə salamlaşamırdıq. Kimdən salamlaşacağam? Deyirsən, fikir yaranır məndə. Artıq birazdan necə olacaq? Bu sosial şəbəkədə olan insanlar var ha. O enerji bulandıran. Birazdan insanların ürəyi bulanacaq və birazdan hiss edəcək o insanlar onu. Həmən o negativdən bulanmanı insanlar hiss edəcəklər. Məsələn, daha çox söyüşlə yemlənirlər o insanlar. Agresiya ilə, çılpaq gəzmək. Yəni, özünü söyüşlə ifadə edir ekran qarşısında, kiməsə fikrini bildirəndə. Bu artıq dibdir. Bir cəmiyyətin bir dibidir bu. Çünki söyüş söymək dünyanın ən asan bir şeyidir. Biz ona görə söyüş söymürük də. Amma bilirik. Balıncı qəribə bir şeydir. Bax, gizlinə bax. O da bir mistikadır. Yəni, söyüş söymək bu dəqiqə soyunub lüt gəzmək kimi bir şeydir. Elə deyil. Sözündə çılpaqlığı var axı. Sözdə də gərək bir-birini geyinsinlər, bir-birinin bəzəsinlər. Sözlər də bir-birinin əmisi oğludur, bu bibisi qızıdır. Qadınlar ayrı sözlərdən istifadə edib danışırlar öz aralarında. Adamlar ayrı cür sözlərdən, erkəksi sözlər, qadınsı sözlər.